18. Mən Allah haqqında düşünməyə başladım. Yəni, hardasa uca varlığın mövcudluğu barədə fikir yavaş-yavaş beynimə həkk olunurdu. Ona görə yox ki, mənim, daha doğrusu Cenninin başına açmağa hazırlaşdığı oyuna görə onunla haqq hesab çəkmək istəyirdim. Yox, mənim dini baxışlarım həyatda öz əksini tamam başqa cür tapırdı. Məsələn, səhərlər oyananda Cennini yanımda görürdüm. Hələ yanımda görürdüm. İndi etiraf etməyə çətinlik çəkirəm, amma o zaman çox ümid eləyirdim ki, bizim xoşbəxtliyimizin ömrünü uzadan Allah var və mən bu səhərlərə görə ona sağ ol deməliyəm. Sağ ol ki, oyananda Cennini yanımda görməyə icazə verirsən. Var qüvvəmlə özümü mümkün qədər təbii aparmağa çalışırdım. Cenni də əvvəlki kimi təbii qaydada səhər yeməyini hazırlayırdı, başqa işlərini görürdü. Bugün Ştrattonla görüşürsən, mən ikinci kəsə südlü yarmamı qaşıqlayıb qutaranda Cenni soruşdu. Kiminlə? Yaxşı eşitmədiyim üçün soruşdu. Raymond Ştratton, 1964-cü il məzunu, sənin ən yaxın dostun və məndən əvvəlki otaq yoldaşın. Hə, bugün skvoş oynamalıyıq, amma təxirə salacağam. Təxirə salma. Niyə, Cen? Çünki sən skvoş oynamasan, qarnın çıxar, Preppi. Mənə isə qarnı sallanan ər lazım deyil. Okey, razılaşdım. Onda gəl sonra şəhərin mərkəzində bir yerdə şam eləyək. Nə olub ki? O soruşdu. Necə yəni nə olub? Mən səsimi qaldırdım. Güya təbii qaydada əsəbləşdiyimi nümayiş etdirirdim. Kefim istəyəndə öz arvadımı şam yeməyinə dəvət edə bilmərəm? Kimdir o Barret? Adı nədir? Başa düşmədim. Kimi soruşursan? Çaşdım. Qulaq as, indi başa düşərsən. O izah elədi. Əgər sən həftənin ortasında arvadını harasa şam yeməyinə dəvət edirsənsə, deməli kənarda özünə kimisə tapmısan. Jennifer, qışqırdım. Bu dəfə doğrudan hisslənmişdim. Mən yemək masamın arxasında səhər vaxtı belə söz-söhbət eşitmək istəmirəm. Yaxşı, onda axşam vaxtı da səni eyni masanın arxasında oturan görmək istəyirəm, okey? Okey. Və mən Allaha dedim. Kimsənsə, hardasansa, mən sənin çiynimə qoyduğun yükü sevinçlə daşımağa hazıram. Mən öz əzablarımdan şikayət etmirəm Pərverdigara. Əsas odur ki, Cenni mümkün qədər uzun müddət heç nədən xəbəri olmadan rahat yaşasın. Eşidirsənmi məni ilahi? Qiymətini de. Oliver, bəli, Mr. Sonas. O məni öz kabinetinə dəvət etdi. Bekin işi ilə tanışsınızmı? O soruşdu. Əlbəttə tanış idim. Robert L. Beck. Life jurnalının fotoqrafı. Küçədə ixtişaşları çəkmək istəyəndə Chicago polisi onu möhkəmcə kötəkləmişdi. Jonas bu işə çox böyük əhəmiyyət verirdi. Bilirəm ki, polislər onu yaxşıca əzişdirmişdilər, ser, deyə tam laqeyd Jonasa cavab verdi. İstəyirəm bu işi siz götürəsiz, Oliver, o dedi. Mən? Güya təəccübləndim. Özünüzə cavanlardan birini köməkçi seçə bilərsiniz, Jonas əlavə etdi. Cavanlardan birini? Bu ofisdə məndən cavan işçi yoxdur. Amma onun nə dediyini başa düşdüm. Oliver, yaşınızın az olmasına baxmayaraq, siz artıq bu firmanın böyüklərindən birisiz. Siz bizdən birisiz, Oliver. Çox sağ olun, ser. Təşəkkür etdim. Chicagoya nə vaxt çıxa bilərsiniz? Nə qədər tez olsa, bir o qədər yaxşıdır, o dedi. Dərdimi heç kimə deməməyi, bütün yükü çiynimdə tək çəkməyi qərarı almışdım. Ona görə qoca Jonasa cəfəng-cəfəng bəhanələr gətirdim. New Yorku tərk etmək istəmədiyimi ona hansı sözlərlə izah etməyə çalışdığım dəqiq yadımda deyil. Çox ümid eləyirdim ki, Mr. Jonas mənə başa düşəcək. Ancaq görürdüm ki, belə bir mühüm və mənalı təklifə münasibətim
rəhbərimi həddən artıq məyus eləyir. Oh, Mr. Jonas, mənim bu hərəkətimin gerçək səbəbi üzə çıxanda başa düşəcəksiniz. Paradoks. 4-cü Oliver Barrett ofisdən tez çıxmağa çalışır, amma evə getməyə tələsmir. Bunu necə izah edə bilərsiniz? 5-ci Avenue ilə mağazaların vitrinlərinə baxa-baxa getməyə bir növ adətkar olmuşdu. Vitrinlər çox gözəl, qəribə, qeyri-adi əşyalarla dolu idi. Məndən olsa, bunların hamısını alıb Jenniyə aparardım, amma təbii görünməyən davranışa yol verməməli idim. Bəli, mən evə getməyə qorxurdum. Çünki Jenny barədə həqiqəti bildiyim son bir neçə həftə ərzində ilk dəfə hiss edirdim ki, o çəkisini itirməyə başlayıb. Azca, lap azca, bəlkə hələ özü də fərqinə varmayıb. Amma mən görürdüm, bilirdim, fərqinə varırdım. Aviya şirkətlərin reklamları vitrindən adama gəl-gəl deyirdi. Braziliya, Karib dənizi hövzəsi, Havay adaları və haralar. Hər şeyi yaddan çıxarın. Günəşə doğru gedin. Turist sezonunun bitməsinə baxmayaraq, TVA Avropaya səfərlər təşkil edirdi. Alışveriş həvəskarları üçün London, sevgililər üçün Paris. Trans World Airlines, TVA, əsası 1925-ci ildə qoyulmuş Amerika aviya şirkəti 2001-ci ildən American Airlines şirkətinə birləşdirilib. Bəs tələbə təqaüdüm necə olsun? Bəs lənətə gəlmiş ömrümdə bir dəfə də görmədiyim Paris? Bunlara nə deyirsən? Bəs sən bizim evlənməyimizə nə deyirsən? Deyəsən, axı o sual mənim dilimdən çıxdı. Hərçənd bir neçə saniyə Jenny'dən cavab eşidənədək özüm də inanmırdım. Evlənmək haqqında kim nə deyir ki? Mən indi deyirəm. Sən məni almaq istəyirsən? Hə? O başını yana əydi, ciddi şəkildə soruşdu. Niyə? Mənə banklarda o qədər böyük etibar var idi ki, hətta Diners Klub kredit kartı da almışdım. Diners Klub plastik kartlar istehsal edilən kampaniya. Bu kampaniya 1950-ci ildə yaradılıb və əsasən səfərlərin, əyləncə tədbirlərinin haqqının ödənilməsi üçün kartlarla işləyən dünyada ilk kredit təşkilatı olub. Kartım terminala salındı, mən kağızın qırıq-qırıq xətlə işarələnmiş küncündə imzamı qoydum və satış salonlarından Sevgililər şəhərinə 2 təyyarə biletinin, 1-ci dərəcəli biletin, bəs necə, xoşbəxt sahibi kimi çıxdım. Evə girəndə Jenny'nin sifətinin rənginin qaçdığını, elə bil bozardığını gördüm. Eybi yox, fantastik ideyam, o gözəl yanaqları bu saat yenidən allandırar. Tapın görüm nə baş verib, Miss Barrett, soruşdum. Sən işdən çıxarıblar. Mənim optimist arvadım ilk fərziyyəsini söylədi. Yox, yüksəldirlər. Təyyarə biletlərini çıxardım. Göylərə yüksəldir və uzaqlara aparırlar, dedim. Sabah gecə Parisə uçuruq. Sayıqlama, Oliver. Jenny astaca cavab verdi, həmişəki kimi yalandan səsini qaldırmadı, güya hirsləndiyini göstərmədi. Hətta sayıqlama sözündə də bir nəvaziş duyulurdu. Sayıqlamağın nə olduğunu zəhmət çəkib mənə daha ətrafı izah eləyə bilərsənmi? Olli, Jenny'nin səsi biraz da yumşaldı. Biz bunu başqa cür eləyəcəyik. Nəyi edəcəyik? Soruşdum. Parisə uçmaq istəmirəm. Mənə Paris lazım deyil, mənə sən lazımsan. Bu istəyinə artıq çatmısan, balaca. Onun sözünü kəsib qondarma sevinclə dedim. Və bir də mənə vaxt lazımdı. Jenny sözlərimi qulaq ardına vuraraq davam etdi. Onu da sən verə bilməzsən. Nəhayət Jenny'nin gözlərinin içinə baxdım.
Orada sözlə ifadə edilməsi mümkün olmayan dərin bir kədər gördüm. Bu kədəri yalnız mən görə və duya bilərdim. Cenninin mənə yazığı gəlirdi. O mənim halıma acıyırdı. Biz qucaqlaşıb dayanmışdıq. İlahi, əgər birimiz ağlasaq, o birimiz də göz yaşı tökəcək. Kömək ilə ikimiz də özümüzü saxlaya bilək. Sonra Cenni danışdı ki, günlərin birində özünü pisdən də pis hiss etdiyi üçün birbaşa doktor Şepardın yanına gedib. Məsləhətə yox, davıya. Mənim bu andıra qalmış xəstəliyimin adını düz deyin. O da deyib, həqiqəti ona birinci mən açmadığım üçün özümü günahkar hiss eləyirdim. Cenni bunu duydu və diqqətimi yayındırmaq üçün qəsdən aralığa mənasız bir replik atdı. Bilirsən, o Yel'dəndir, ol. Harvard və Yel universitetləri arasında həm təhsil, həm də idman sahəsində həmişə rəqabət olub. O kimdir, Cen? Akkerman, hematologu deyirəm. Tərtəmiz Yel universitetinin məzunudur. Əvvəl orada kolleci bitirib, sonra tibb məktəbini. Məni gərgin vəziyyətdən çıxarmaq üçün Cenni özünü sadəlöv göstərirdi. O, dedim, heç olmasa yazmağı və oxumağı bacarır, onu hələ aydınlaşdırmamışam. Redcliffe Universitetinin kollec məzunu Miss Oliver Barrett güldü. Amma danışmağı bacarır. Mənə də elə bu lazım idi. Okey, daha yeni bitirmiş həkimimiz də var, mən dedim. Okey, Cenni razılaşdı.